Hər vaxtınız xeyir, əziz izləyicilər. Budur, baharın ən gözəl, ən ətirli ayı olan may ayını qarşılayırıq. 1 may həm də əmək və həmrəylik günüdür. Yeni ayın bu ilk günündə ulduzlar bizə hansı sürprizləri vəd edir? Enerjimiz necə olacaq? Gəlin, may ayına ulduzların rəhbərliyi ilə möhtəşəm bir giriş edək. Qoç, əziz qoçlar, 1 may sizin üçün həm iş, həm də şəxsi həyatda yeni bir səhifə deməkdir. Bugün özünüzü hər zamankından daha iddialı və cəsarətli hiss edəcəksiniz. Yeni ayın enerjisi sizə yarımçıq qalmış layihələri bitirmək üçün lazımi gücü verəcək. Maliyyə məsələlərində ehtiyatlı, lakin qətiyyətli addımlar atmağınız gələcəkdə sizə böyük dividendlər qazandıracaq. Şəxsi münasibətlərdə isə partnyorunuza qarşı daha diqqətli olun, kiçik bir jest bütün günü romantik bir havaya bürüyə bilər. Buğa, dəyərli buğalar, sizin ayınız davam edir və 1 may sizin üçün əsl bayram əhval-ruhiyyəsində keçəcək. Bugün özünüzü çox şanslı və hüzurlu hiss edəcəksiniz. Maddi bərəkətin qapınızda olduğu bir gündür, bəlkə də çoxdan gözlədiyiniz bir ödənişi ala və ya sərfəli bir alış-veriş edə bilərsiniz. Sevdiyiniz insanlarla bir araya gəlmək, təbiət qoynunda vaxt keçirmək ruhunuza çox yaxşı təsir edəcək. Özünüzü şımartmaqdan çəkinməyin, çünki bugün ulduzlar sizin üçün parlayır. Əkizlər, sevgili əkizlər, may ayının ilk günü sizin üçün ünsiyyətin zirvədə olduğu bir gündür. Telefonunuz susmaya bilər, yeni təkliflər və maraqlı xəbərlər art-arda gələcək. İntellektual layihələr və ya təhsillə bağlı məsələlərdə uğurlu addımlar ata bilərsiniz. Lakin enerjinizi çox dağıtmamağa çalışın, bir işə fokuslanmaq sizə daha çox fayda gətirər. Dostlarınızla edəcəyiniz maraqlı beyin fırtınaları sizə yeni qazancların qapısını aça bilər. Axşamı sakit bir mühitdə gələcək planlarınızı düşünərək keçirin. Xərçəng. Əziz xərçənglər, 1 may sizin üçün mənəvi dərinlik və ailə bağlarının gücləndiyi bir gündür. Bugün evinizdə hüzur tapacaq, sevdiklərinizlə keçirdiyiniz hər andan zövq alacaqsınız. İş həyatınızda bəzi rəqabətli məqamlar yaransa da, sizin səbriniz və təmkininiz hər şeyi yoluna qoyacaq. Maddi məsələlərdə planlı hərəkət etmək may ayı boyu rahat olmağınıza şərait yaradacaq. Daxili səsinizə qulaq asın, o sizə bugün ən doğru yolu göstərəcək. May ayı sizə həm sevgi, həm də bərəkət gətirəcək. Şir, dəyərli şirlər, bugün sizin parlayacağınız və liderlik keyfiyyətlərinizi nümayiş etdirəcəyiniz bir gündür. 1 mayda sosial mühitdə diqqət mərkəzində olacaqsınız. Yaradıcı potensialınız o qədər yüksəkdir ki, hər kəsi öz ideyalarınızla heyran edə bilərsiniz. Karyeranızda yeni və daha yüksək hədəflər müəyyənləşdirmək üçün bugün çox uyğundur. Sevgi həyatınızda isə biraz daha səmimi və təvazökar olmağa çalışın, qarşı tərəfin sizin dəstəyinə və anlayışına ehtiyacı var. Özgüvəniniz sarsılmazdır, irəliləməyə davam edin. Qız, sevgili qızlar, may ayına çox nizamlı və məhsuldar bir giriş edirsiniz. 1 may sizin üçün detalların və planlaşdırmanın ön planda olduğu bir gündür. İş yerində göstərdiyiniz peşəkarlıq rəhbərliyin diqqətindən yayınmayacaq. Sağlamlığınıza, xüsusilə də qidalanma rejiminə diqqət yetirməyin tam zamanıdır. Maddi vəziyyətinizi yaxşılaşdıracaq yeni imkanlar haqqında ciddi düşünməyə başlayacaqsınız. Şəxsi həyatınızda isə sevdiyiniz insanla olan bağları daha da dərinləşdirmək üçün səmimi söhbətlər edə bilərsiniz. Hər şey nəzarətiniz altındadır. Tərəzi, əziz tərəzilər, bugün harmoniya və tarazlıq sizin ən böyük silahınız olacaq. 1 mayda ətrafınızda baş verən gərginlikləri öz diplomatik bacarığınızla asanlıqla həll edəcəksiniz. Estetik zövqünüzün çox yüksək olduğu bir gündür, bəlkə qarderobunuzda və ya yaşadığınız mühitdə kiçik yeniliklər edəsiniz. İkili münasibətlərdə partnyorunuzla qarşılıqlı anlayış və sevgi dolu anlar yaşayacaqsınız. Maddi məsələlərdə isə gözlənilməz bir dəstək və ya xəbər sizi sevindirə bilər. Günün dadını çıxarın və hüzurunuzu qoruyun. Əqrəb, dəyərli əqrəblər, 1 may sizin üçün dərin analizlər və strateji qərarlar günüdür.
Bugün hər hansı bir məsələnin görünməyən tərəflərini sezmək qabiliyyətiniz zirvədə olacaq. İş həyatınızda mühüm bir müqavilə və ya razılaşma gündəmə gələ bilər. Şəxsi münasibətlərdə isə səmimiyyət və etibar ən önəmli amil olacaq. Öz daxili gücünüzü kəşf etmək və onu mühüm hədəflərə yönəltmək üçün ulduzlar sizi dəstəkləyir. Maddi vəziyyətinizdə müsbət hərəkətlilik gözlənilir. Enerjinizi transformasiya edin və yenilənmənin dadını çıxarın. Ox atan, sevgili ox atanlar, may ayının ilk günü sizin üçün azadlıq və macəra axtarışı ilə başlayır. Bugün yeni yerlər görmək, fərqli fəlsəfələr öyrənmək və ya gələcək səyahət planları qurmaq üçün möhtəşəm bir gündür. Optimist ruhunuz ətrafınızdakı hər kəsə böyük motivasiya verəcək. İş həyatınızda riskli görünən, lakin böyük qazanc vəd edən layihələrə marağınız arta bilər. Lakin qərarlarınızda real olmağı da unutmayın. Dostlarınızla keçirəcəyiniz maraqlı bir axşam yığıncağı sizi bütün streslərdən uzaqlaşdıracaq. Həyata gülümsəyərək baxın. Oğlaq. Əziz oğlaqlar, bugün sizin üçün işgüzar nüfuzun və məsuliyyətin ön planda olduğu bir gündür. 1 mayda karyeranızda yeni və uzun müddətli hədəflər müəyyənləşdirə bilərsiniz. Sizin ciddiyyətiniz və zəhmətkeşliyiniz ətrafınızdakıların sizə olan rəğbətini daha da artıracaq. Maddi planlamada çox uğurlu addımlar ata bilərsiniz, yatırımlarınızın bəhrəsini görməyə başlamaq sizi məmnun edəcək. Ailə həyatınızda isə sizdən gözlənilən dəstəyi vermək münasibətlərinizi daha da möhkəmləndirəcək. Sizin zəhmətiniz heç vaxt yerdə qalmır, səbrli olun. Dolça, dəyərli dolçalar, bugün orijinallığınız və yaradıcı ideyalarınız hər kəsi heyrətləndirəcək. 1 mayda standart qəliblərdən çıxmaq və gələcəyə baxmaq üçün əla fürsətləriniz var. Sosial layihələrdə və ya dost qruplarında rəhbər rolu oynaya bilərsiniz. Texnoloji yeniliklərlə maraqlanmaq sizə işinizdə yeni qapılar aça bilər. Sevgi münasibətlərində isə biraz daha romantik olmağa çalışın. Partnyorunuz sizin o gizli, həssas tərəfinizi görmək istəyir. Öz orijinallığınızı qoruyun, çünki dünya sizin kimi fərqli düşünən insanlara möhtacdır. Balıq, sevgili balıqlar, bugün daxili dünyanızda sanki bir sehirli külək əsir. 1 may sizin üçün intuisiyanın və ilhamın zirvəyə çatdığı bir gündür. Yaradıcılıqla məşğul olan balıqlar üçün bugün şah əsər yaratmaq imkanı var. Ətrafınızdakı insanların problemlərinə qarşı göstərdiyiniz o dərin empatiya hər kəs tərəfindən yüksək qiymətləndiriləcək. Maddi məsələlərdə xəyallara çox qapılmayın, biraz daha realist olun. Axşam saatlarında mütləq su kənarında və ya sakit bir yerdə tək qalaraq ruhunuzu qidalandırın. Kainat sizə gizli mesajlar göndərir. Əziz izləyicilərimiz, may ayının bu ilk günündə ulduzların sizə olan mesajları belə idi. Ümid edirik ki, bu gözəl bahar ayı hər birinizə şans, sevgi və bol ruzi gətirər. Unutmayın ki, həyatınızın sükanı sizin öz əlinizdədir, ulduzlar isə yalnız yol göstərir. Sabahki proqnozda görüşənədək özünüzə yaxşı baxın, ulduzunuz həmişə parlaq olsun.